Verilişin baş sponsoru VitaProst. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Selimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim davam edir dostlar. CBC Sport'a baxırsınız. Studiyada doktor Tutu Zeynalovadır və mən həmişə buradayam. Amma qonaqlarım dəyişir və bugünkü qonağımız dermatokosmetoloq doktor Ceyhun Bədirovdur və biz yayda hansı dərilər özünü necə qorumalıdır bu haqda necə qorumalıyıq o haqda danışırıq və dəridə mövcud problemlərin müasir dermatokosmetologiyada həll yollarından. Ceyhun doktor, biraz əvvəl də qeyd etdiyim kimi dəridə ləkələr məsələn olur ki, deyirəm, keçən yayı getmişdim, nə bilim, Bodruma, Antalyaya, harasa. Üzümə ləkə düşdü və bilirəm sizə də gəlirlər belə pasiyentləri ki, bu il indi qorxuram ki, gedərəm birdən artar. Qışda elə bil biraz solmuşdu, hava isinən kimi görürəm ki, tündləşib, artır. Bax, istəyərdim ki, ləkələrdən danışaq. Ləkələr hansı, neçə növdə olur və onların müasir kosmetologiyada müalicəsi. Çünki bəzən lazer deyəndə deyir ki, lazerdən qorxuram, daha da artırır kimi bir fikir var əhalidə. Bax, istəyirəm bu haqda danışaq. Ləkələr kosmetologiyanın ən çətin mövzusudur. Yəni, o ləkələrin hansı ləkə olması bilməsi üçün gərək ilk növbədə ləkənin yaranma səbəbini bilək. Ləkələr adətən yaranma səbəbini iki cür olur. Anadan gəlmə ləkələr və sonradan yaranmış. Anadan gəlmə ləkələr xallar şəklində olur. Sonradan yaranmış müxtəlif problemlərlə yarana bilər. İkinci tip ləkə, sonradan yaranmış ləkələr artıq iki qrupa bölünür. Endogen və də eksogen səbəblərdir. Yəni, daxili orqanlarda olan dəyişiklik nəticəsində yaranmış ləkələr, bir də xarici təsirlər nəticəsində. Daxili səbəblərdən yaranan ləkələr adətən böyrək üstü vəzinin, sonra bəzi vəzlərin, cinsi vəzlərin normal işləməməsi, qalxana bəzən vəzinin düzgün işləməməsi, bəzi hallarda qaraciyər, ödü yollarının düzgün işləməməsi nəticəsində yarana bilər. Bunlar çox çətin ləkə növü sayılır. Çünki biz ləkənin yaranma səbəbini əksər hallarda tapa bilmirik. Hansı problemin, hansı orqanın patologiyası nəticəsində yaranıb, tapa bilmədiyimiz üçün də birinci növbədə bu patologiyalardan götürə bilmədiyimiz üçün ləkənin müalicəsi sanki bəxt nəticəsində gedir. Yəni, müalicə edib baxırıq, gedər, lap əla, getməz, biz gücümüz buna çatdı. Yəni, insanın onsuz da heç bir variantı olmur, heç bir çıxış yolu olmur, məcburdur yoxlasın. Yəni, heç bir dermatoloq deyə bilməz ki, mən %100 qarantiya verirəm ki, bu ləkə gedəcək. Verən dermatoloq inanmasınlar ona, elə bir şey olmur. İkinci tip eksogen səbəblərdən, yəni xarici təsirlər nəticəsində yaranmış ləkələr, adətən fiziki təsirlərdir. Travmalar ola bilir. Məsələn, adam yıxılır və yaxud da hansısa bir avtoqəza olur və yaxud da ki, hansısa bir qaynar sudan, nədənsə yerində, həmin travma yerində pigmentasiya yaranır, ləkə yaranır və günəş ləkələri. Bunların içərisində ən rahat müalicəyə tabi olan posttravmatik ləkələrdir. Posttravmatik hiperpigmentasiya deyirlər, hyperpigmentation bizim ingilis dilində. Yəni, bu hansı travma nəticəsində yaranmış ləkələr. Biz bu səbəbini bilirik. Yəni, travma yoxdur hal-hazırda, varsa da aradan götürə bilirik. Yəni, hansısa bir adam, hansısa bir vasitə, geyim vasitəsi, misal hansısa bir kurtka geyinirsə, bu kurtkanın boğaz hissəsi boynuna sürtürsə, ləkə yaradırsa, kurtkanın geyinməməklə prosesi travmanın qarşısını alıb, sonra da müalicə eləmək olur. Və yaxud da ki, əvvəldən olmuş travma indi yoxdur deyənə yenə də müalicə eləmək olur. İkinci tip da nisbətən müalicəyə tabi olan günəş ləkələridir. Günəş ləkələri, belə deyək, kimsə Türkiyəyə gedirsə, bəlli məsələ tək getmir. Çox insanlar gedir. Amma baxırsan, bir qism insanlarda ləkə əmələ gəlir, bir qismdə yaranmır ləkələr. Yəqin ki, olan yaranmasında yenə də endogen faktor, daxili faktorların müəyyən bir qıcıqlandırıcı təsiri var. Yəni, günəşin təsirindən pigment yaranma prosesi güclənir və məhz həmin günəşin təsir yerlərində bəzi zonalarda sanki xəritə şəkli bir ləkələr yaranır. Bəli, onu da müalicə eləmək olur, müalicə eləmək lazımdır. Çünki o çox bir xoşa gəlinməz bir xəritə kimi görsənir üzdə. O da müalicə eləmək olar. Yenə də deyirəm, onun səbəbi, tam səbəbi bəlli deyil.
2 nəfər, 3 nəfər gedir, eyni cinsdən, eyni yaşda, eyni boyda, eyni dəri tipində gedir. İkisində yaranmır, birində yaranır. Amma eyni günəşdir, eyni yerdə insanlar günəş vannası qəbul edib, eyni yerə gediblər. Ona görə də onun da səbəbi o qədər bəlli deyil. Lakin yenə də müalicə etmək olur. Amma daxili orqanla yaranan səbəblər, yenə də dediyim kimi, insanın bəxtinə belə də ümid edərək müalicə edirik. Orada yenə də deyirəm, ləkələrin yəni, müalicəsində şansına qalır artıq. Şansına, bəxti gətirsə sağalacaq. Və bu daxili orqanlar dediniz, bəzən olur ki, yaşlı insanların əllərində belə qəhvəyi rəngdə korичневый ləkələr əmələ gəlir. Çox deyirlər ki, get qaraciyəri yoxlatdır, bəlkə ondandır. O ləkələrin səbəbi nədir? Onları müalicə etmək olur. O ləkələr qalsın, dəyməyək onlara. O ləkələr adətən yaşla əlaqədar əmələ gəlir. Düzdür, o etiologiyasında qaraciyərində rolu var, ödü yollarının problemlərinin rolu var. Onlar əsasən 2 tipdə olur. Bir tip lentigo şəkli. Lentigo yastı, üstü qabarğı olan, dərilə eyni rəng, eyni hündürlükdə olan korичневый bir ləkələr olur, tünd qəhvəyi ləkələr olur. Bunlar lentigo adlanır. İkinci tip onun bir qabarıq, belə kələ-kötür forması olur. Əllə vuranda sanki hiss olunur ki, orada ləkənin üstündə nəsə var. O seborreik keratoz deyirlər ona. Belə xal kimi, böyük xallar. Böyük xallarda yastı olur, kiçik ölçüsü, böyük ölçüsü olur. Adətən yaşlı adamlarda bir gicgah nahiyəsində görə bilərsiniz. Əsasən burada olur, almancıq nahiyədə olur və əsas qollarda olur, günəş üçün. O adamın baxanda görünür ki, qolun bu hissəsi açıqdırsa, bu hissədə var, bu tərəfdə yoxdur. Günəşin də rolu var orada əmələ gəlməsində, amma cavan adamlarda yaranmır çox vaxt. Günəş olsa onlarda da yaranar. Yəni müxtəlif yenə endogen faktorların rolu var. Yəni ki, maddələrin mübadiləsinin yaşa bağlı olaraq pozulmasına bağlıdır daha çox. Ümumiyyətlə, siz də bildiyiniz kimi, bu elm, tibb inkişafı çox aşağı vəziyyətdə, dünyada hər yerdə. Düzdür, çox xəstəliklər bilirik, amma müalicəsinə gələndə çətinlik çəkirik. Biz simptomatik müalicə edirik. Yəni, simptom əsasında müalicə edirik. Hansı bir ləkə varsa onu götürməyə çalışırıq. Çünki onun səbəbini tapmaq mümkün olmur çox vaxtı. O, həmin seborreik keratozları və həmin lentiqaları da biz kremlərlə müalicə eləmək olar, hansısa bir, əsasən biz lazer müalicəsi tətbiq edirik. Çünki çox qısa müddət vaxt aparır və çox yaxşı nəticə verən bir prosedurlardır. Onu da biz çalışırıq, o ləkələrin sayı çox olduğu üçün, xüsusən qış vaxtlarında elə, soyuq vaxtlarında. Çünki yenə sağalması biraz uzun müddət vaxt apardığı üçün qorumaq biraz mümkün olmur yay vaxtı. Onda yenə də pigmentləşir, yenə ləkə qayıdır. Ona görə çalışırıq qış vaxtı eləyək. Rahatlıqla lazerlə müalicə etmək mümkün, müxtəlif lazer tiplərindən. K-tipi lazer var, RB lazer var, karbon dioksid lazer var. Müxtəlif lazerlə adi aleksandrit lazer də o ləkəni kömək edə bilər. Hansı düzgün o bildiyimiz epilyasiya eləyən aleksandrit. O lazerdə tükün epilyasiyası ümumiyyətlə pigmentli törəmələrin götürülməsi əsaslanır. Yəni lazer şüası dəyən kimi, impuls dəyən kimi tük pigmenti olduğu udur lazer və parçalanır. Dəri də pigmentli törəmədir. Düzdür, o pigmentli tük qədər olmur. İstənilən halda o da parçalanmaq qabiliyyətidir. Ona görə sarı tükləri götürmür lazerlər. Götürmür, bəli, qara götürür. Sarı tükləri pigment lazımdır ona. Heç bir lazer götürmür, ancaq elektroepilyasiyanı götürmək. O da çox ağırlı bir prosedurdur. Bəs deyirlər, soprano ilə eləmək olur sarı tükləri? Deyirlər, amma mən görməmişəm. Soprano lazer deməli bu əsasən gedir diod lazer funksiyası daha çox işləyir. Diod lazerlərdə bunların əsasən iş prinsipi tükün özünü yox, tükün qidalandıran damarın işləməsini pozmaqla tükün qidalanmasını, bəli, qidalandırmır tükü, tük özü düşür. Düzdür, ani effekt vermir, amma çox müddət prosedura lazımdır. O da yaxşı üsuldur. Başqa epilyasiya üsulu var neodim lazerlə. Neodim lazer diod lazerdən üstün sayılır. Onun epilyasiyası da var. O da kifayət qədər biraz zatratdır, bahalı üsuldur. Çünki lazerin özü məsrəfləri çox olur. Aleksandrit lazer nisbətən az məsrəf tələb edən lazerdir. Amma effektivlik baxımından, güclülük baxımından, uzun müddətlilik baxımından diodla endiyak lazer, neodim lazer daha yaxşı sayılır. Amma aleksandrit ani effekt verir. Sanki tükü qırxır, bir ani vəziyyətdə tərtəmiz olur, qutarıb gedir. O birisi lazerlər müalicəvi təsir edir. Bu baxımdan hə, amma istənilən lazerin pigment, istənilən lazer yox. Mən dediyim lazerin hər birinin pigmenti görmə və pigmenti parçalamaq qabiliyyəti var. Pigmenti tanımalıdır ki, götürsün onu. Bəli, pigmenti görür. Yəni o v umel rukaq da belə deyək, yaxşı həkim əlində olsa lazer, istənilən diod lazerlə də, neodim lazerlə də, sonra aleksandrit lazerlə pigment törəmələri müalicə eləmək olur. Mən tanıyıram elə adamlar. Bir də aleksandrit lazer var, onunla damar da götürür, müalicə eləyir. Pigment törəmələrini də götürür, epilyasiya da eləyir. Yəni bacarır adam, öyrəşib öz aparatını.
funksionallığını bilir, öyrənib, istifadə eləyir, yaxşı da nəticə verir. Mümkündür elə bir şey eləmək, bəli. Ceyhun doktor, bəs bu lazerlərin yay aylarında istifadəsi necədir? Yəni lazer olunduqdan neçə gün sonra çıxmaq olar günəşə? Epilyasiya lazeri nəzərdə tutulur ki. Demək, epilyasiya lazeri, yəni aleksandrit götürək və ya diodu götürək, xüsusən aleksandrit. Çünki aleksandrit lazer deməli üst qata daha çox aqressiv təsir etdiyi üçün tükü götürməklə bərabər dərinin üst qatını biraz abraziya, yəni zədələyir. Mikroskopik zədələnmə zədələyir. Bu zaman sanki hamı bilir ki, qızartı yaranır, müəyyən bir qızartı fonu yaranır. O qızartı zamanı bayıra çıxmaq və ya qorunmamış, günəşdən qorunmamış bayıra çıxmaq məsləhət görülmür. Çünki pigmentləşmə prosesi işə düşə bilər, həmin yeri ləkələnə bilər. Bu halda məqsəd yönlüdür ki, həmin insanlar epilyasiyanın olunmasından sonra olan dəri əlamətləri tam keçənə kimi, əvvəlki vəziyyətinə qayıdan kimi, yəni qızartı, hansı bir qıcıqlanma, hansı bir qızartı, qaşınma, müəyyən bir dəri tam normal vəziyyətə qaydana kimi günəşdən birbaşa istifadə eləməsinlər. Ya qorunsunlar, ya da ən məsləhətlisi günəşə çıxmasınlar. İndi gələk o sağlam kimi görünən yanağı qırmızı insanlara. O Bu hissələrdə belə matroşkalar var bir vaxt. Onların dağ adamlarının belə yanaqları qızarmış kimi olan insanlar ki, yay-qış belə olur. Bunun səbəbi nədir və onların müasir dermatokosmetologiyada müalicə üsulları nədən ibarətdir? Bu deməli bizim bu əsas dağ rayonlarında, Quba-Qusar, Qəbələ, Zaqatala zonasında, indi də yəqin ki, inşallah Dağlıq Qarabağ zonasında da olacaq. İnsanlar yaşadıqca. Əsasən bunun yaranma səbəbi isti-soyuq iqliminin çox kəskin fərqləridir. Yəni, soyuq havada üz damarlarının çox daralması, isti havada çox genəlməsi sanki damarı genəldib daraldan əzələnin paralizinə gətirib çıxarır, qıc olmasına və işləməməsinə gətirib çıxarır. Nəticədə damar genişlənərək qırmızı fon şəklində qalır. Bu kuperoz dediyimiz odur? Bu razasiyadır, ilk stadiyadır. Aha. Sonra getdikcə damarlardan yenə də həmin mühit davam elədiyi üçün və yaxud da digər səbəblər nəticəsində həmin damara nisbətən böyüyür və görünən vəziyyətə gəlir. Qırmızılıq artıq damar şəbəkəsinə, setkaya oxşuyuruz da. Ona artıq kuperoz deyirik, seriyanoyektaziyya və yaxud kuperoz. Və o patologiya müalicəsi indiki dövrdə çox yaxşı uğurla müalicə eləmək olur və yaxşı da müalicəyə tabe olur. Pigment ləkələrindən daha yaxşı müalicəyə tabe olan patologiyalar. Həm razasiya, həm kuperoz. Düzdür, əlbəttə razasiyanın öz avadanlığı var, kuperozun öz avadanlığı. Bəzən biz bunları ayrı-ayrı istifadə edirik, bəlkə kombinə şəklində istifadə edirik ki, nəticəmiz əldə olsun. Və bu insanlar bu xəstəliklər xüsusi bir növü yaranıb son vaxtı. Belə dəbdən yaranmış mod və xəstəlik kimi. Deməli, steroid razasiya. Steroid razasiya nədir? Deməli, kimsə üzündə bir balaca qızartı olur, bir podruqası, bir qonşusu, dostu deyir ki, məndə bir krem var, çox yaxşı kremdir, ala sürt üzvə düzələcək. Ya da bu mənim həkim yazmışdı, bunu sürt. Bu da hormonal tərkibli, steroid tərkibli kremlərdir. Bu kremlə istifadə edən zaman dərinin üst qatı atrofiya olur, yəni dəri gedir üst qatı, yeyilir tədricən. Atrofiya olunsa dəri altında olan bütün damar şəbəkəsi çıxır üzə. Krem istifadə edən zaman yaxşı olur. Həmin kremin steroid təsiri nəticəsində damar çəkilir, biraz ağarma olur. Lakin insan özü bilə-bilə özünün dərisini məhv edir. Həmin insanın dərisinə əl vuranda sanki yarpaqdır. O qədər nazik olur ki, bir balaca dırnaq toxunan kimi qanıyır. İncəlir. O da incəlir, çox nazik olur və bu insanlara kömək eləmək çox çətin olur. Çünki dəri olmadığı üçün. Strukturunu pozublar artıq dərinin. Struktur yoxdur, dəri yoxdur. Dərinin altın təbəqəsi damar şəbəkəsi görsənir. Onu biz dəfələrlə müalicə edirik, sonra digər inyeksiyaların dərinin formalaşmasına dəstək verir. Orada PRP prosedurlarına gedir, lazım olsa kök hüceyrə terapiyası gedə bilər, lazım olsa digər biorevitalizasiya proseduru, mezoterapevtik proseduru, kollagenin inyeksiyaları bu dərinin müəyyən formalaşmasına və dəri tamlığın bərpasına gətirib çıxarır. Onunla bərabər damarların müəyyən qismini götürməklə insanın həyat şəraitini yaxlaşdırmağa çalışır. Çünki o damarlar qalan zaman, qızartıda qalan zaman üzdə artıq sızanaqlar çıxmağa başlayır, ağırlaşma gedir, sızanaqlar, irinciklər yaranır, o nəticəsində üzdə şişkinliklər və onun ağırlaşması kimi rinofema, burnun böyüməsi, qulağın böyüməsi, otofima, bəzi belə ağırlaşmalar gətirib çıxarır. Yəni, kombinə olmuş müalicə lazımdır. İnsanların özünü problemə salması nəticəsində müalicəsi çətinləşir. Bu qism adamlar da çox aqressiv olur, çox həssas olurlar. Yəni,
prosedurun uzun çox olması, deməsi də onlar üçün bir aqressiv təsir edir. Ki, müalicə uzun müddət Yəni davam uzun edəcək. müddət gedəcək. Bəzi bizim insanlar bəlkə də çox yerdə var. Əsasən bizdə belədir, qarantiya tələb edirlər və neçə seansa gedəcək. Hər seans neçə olacaq? Bax bu suallar verilir. Bu əlbəttə ki, həkimlərin deməsi çox çətin məsələ olur. Çünki elə insan olur. Siz bilmirsiniz axı o dəri sizə necə cavab verəcək. Proseduru edirsiniz və gözləyirsiniz ki, dəri sizə cavab versin. Və dərilər insanlar müxtəlifdir, müxtəlif cür cavab verə bilər. Xəstə var 3 prosedura sağalır, xəstə var 10 prosedura sağalır. Xəstə var 10 prosedur eləyirsən, 50% sağalma olmur heç. Amma hər bir halda müəyyən yaxşılaşma olur da. Adam həyat şəraiti yaxşılaşır. Ona görə də gərək insanlar səbirli olsun və heç vaxt həkimə göstərmədən özünü və yaxud da ki, dostundan, tanışından heç bir krem istifadə eləməsin. Çox vaxtdır ki, gedib həkimin konsultasiyasına da 50 manat verməkdənsə elə 20 manata bu kremi alıb ümumiyyətlə deyirəm. Daha da ucuz tapa bilirlər. Sonra da 2000 manat da verir, sağala bilmir. Sağalmır, bəli. Problem buradadır. Bir qism hallarda da mən görmüşəm praktikamda həkimlər kiməsə üzündə bir hansısa allergiya prosesi olur, hansısa bir kontakt dermatiti olur. Qısa müddətli hormonal tərkibli krem yazırlar. Ki bunu 5 gün istifadə, artıq istifadə eləmə. Bu da istifadəyə sağalır. Deyir, nə gözəl bir kremdir də, həkim yanına gedirəm. Lazım olur, arada bir sürtərəm özümü. Problem yarandıqca sürtür. Sürtür, sağalır, yaxşılaşır, görüb pisləşdi. Pisləşəndə bir də sürtür, daha yaxşı olur. Bu vəziyyətdən gətirir, kritik vəziyyət salır üzünü. Və sonra günahlandırır ki, həkim mənə veribdir kremi, yazıb kremi. Həkim yazanda bəzi hallarda heç, ola bilər bəzi hallarda həkim deməsin, fikrindən çıxsın və yaxud da səhv eləsin. Amma bir qism hallarda həkim desə də, insanlar da həkimin yanına təkrar getməməklə adi bir vitaminli krem kimi üzünə sürtmə davam edir və nəticədə çox acınacaqlı olur. Və bizim son 2 dəqiqə vaxtımız qalıb. Solyarium haqqında istəyirdim danışaq. O bəzi insanlar indi havalar ki belə gah istidir, gah soyuqdur, deyir gedim ondan sonra solyariuma biraz qaralım dərimin rəngi. Ondan sonra günəş şüası. Ümumiyyətlə məncə solyarium özü də ziyanlıdır. Sizin fikrinizi alaq və ondan sonra günəşlənmək dərini ekstra bir zədələyirmi? Solyari ultrabənövşəyi şüalanmadır. Onu günəş altında biz onsuz da qəbul edə bilirik adi vaxtı. Bir qism adamlar xoşlayır ki, dəri tonu tünd olsun, il boyu tünd olsun, bir eyni tonda olsun. Trend kimi xoşlayırlar. Həm də fikirləşirlər ki, bu xeyirdir mənə, vitamin D mənə gəlir. Ola bilər vitamin D mənə gəlir. Amma hesab edin ki, əgər biz yay fəsli günəşin altında olursa, riskdən qorxuruqsa, insanlar il boyu o ultrabənövşəyi şüalama altındadır. Bəlli məsələ ki, onun bədənində hansısa bir bədxəstəli bir hüceyrənin yaranmaq ehtimalı varsa, solyari onu 5 qat artırır. Adam da bilmir, həkim deyil, xəbəri yoxdur, kürəyində məsələn nəsə yaranıbdır, kürəyini görmür. Bir də işdən keçən sonra bəlli olur ki, akazda burada bir bədxəstəli törəmə yaranıb. Ona görə də solyari gedən adam o dəri tündləşməsinə sırf estetik görünüş əldə edə bilər. Amma digər heç bir sağlamlıq əldə eləməyəcək, hətta riskə girir. Ona görə də əgər bu yayda, qışda ağaracaqsa dərisi, 6 ay əziyyətlə solyari getməyə dəymir. Çünki ağaracaqdır. Əgər il boyu fikri odursa, onda öz seçimidir. Onda mütləq həkimə göstərsin, vaxtaşı özünü. Mən solyariya gedəsi olmadım. Arada burada mənə irad tuturlar ki, qısa qol geyimi üzümün rənginin qolunun rəngi çox fərqlidir. Üzüm qaradır, qolun ağ. Mən elə uzun qol geyinərəm, amma özümə zərər vermərəm. Təşəkkür edirəm sizə doktor. Çox maraqlı həm söhbət oldunuz, həmişəki kimi. Bugünkü qonağımız dermatokosmetoloq doktor Ceyhun Bədirov idi dostlar. Bakı Kliniki Mərkəzin baş həkimidir həmçinin. Qeyd edim bunu da. Minnətdaram sizə. Və son olaraq bizim sponsorlarımıza da təşəkkürümü bildirim. Verilişimizin baş sponsoru Ştada şirkətidir və Ştada şirkəti Vitaprost preparatını sizə təqdim edir. Vitaprost preparatı prostat vəzinə məqsədyönlü təsir göstərən bir preparatdır. Bilirsiniz ki, 40 yaşdan sonra kişilərdə xroniki prostatit olur, sidik ifrazı pozğunluqları baş verir ki, Vitaprost iltihabı azaldır, qan dövranı yaşlaşdırır və xəstəliyin simptomlarını aradan qaldırır və müntəzəm qəbulu zamanı prostatın fəaliyyətini bərpa etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir. İstifadə etmədən öncə müalicə həkiminizlə məsləhətləşin. Təbii ki, təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təhsilli idman həkimi doktor Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşmayla xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müalicəvi idman yanaşması ilə canınızı qurtara bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edə bilərsiniz. Təşəkkür edirik hər iki sponsorumuza. Sizə təşəkkür edirik səbriniz üçün. Həkimimizə təşəkkür edirik dəyərli vaxtını ayırıb gəldiyi üçün. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik.
Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda.